Vaxtınız xeyir. Coğrafiya 7-ci sinif iş dəftərində quruda relief formaları necə paylanmışdır mövzusunun tapşırıqlarını izah edək. Avropa qitəsinin xəritə sıxımına əsasən tapşırıqları yerinə yetirin. Burada Avropanın xəritəsi verilmişdir. Avropanın dağlarını və düzənliklərini cədvəldə olduğu kimi qruplaşdır. Avropada olan cavan dağlara biz yaza bilərik Alp dağlarını. Daha sonra Avropada həmçinin Karpat dağlarını cavan dağlar qrupunda. Bunlardan əlavə Pireney dağları, Appennin dağlarını cavan dağlar qrupunda yaza bilərik. Qədim dağlara Skandinaviya, həmçinin Ural dağlarını qeyd etmək olar qədim dağlara. Daha sonra düzənliklərə biz akkumulyasiya düzənliklərinə Almaniya-Polşa ovalığı, Polşa ovalığını, Şərqi Avropa düzənliyini qeyd edə bilərik ovalıqlara. Denudasyon düzənliklərə, yəni denudasyon düzənlikləri əsasən yaylalara uyğun gəlir. Biz burada, yəni Avropada yaylalara Meseta yaylasını yaza bilərik. Pireney yarımadasında yerləşir. B tapşırığında cədvəldə yazdığı relief formalarının adlarını xəritə sıxım üzərində qeyd et. Gəlin Alp dağlarını göstərək. Alp dağları qara ilə göstərək, daha aydın olsun. Bu Alp dağlarıdır. Sonra Karpat dağları. 2 rəqəmi yazdığım Karpat 1 Alp dağlarıdır. Daha sonra Pireney dağları. 3 rəqəmi ilə göstərilən. Daha sonra Appennin dağları 4 rəqəmi ilə. Skandinaviya dağları 5. Daha sonra Ural dağları 6 rəqəmi ilə göstərdiyim. Almaniya-Polşa ovalığını göstərsək, Almaniya-Polşa ovalığı 7. Şərqi Avropa düzənliyi 8. Denudasiya düzənliyinə də Meseta yaylasını deyə bilərik 9. Daha sonra Avropanın mütləq hündürlüyünə görə ən hündür və ən alçaq məntəqələri müəyyənləşdir və xəritə sıxım üzərində qeyd et. Ən hündür nöqtəsi Alp dağlarıdır. Alp dağlarının ən hündür zirvəsi Mont Blanc. Mont Blanc zirvəsidir. Mont Blanc zirvəsinin hündürlüyü də 4807 metrdir. Ən alçaq nöqtəsi isə Xəzər sahili ovalıqdır. Xəzər sahili çökəklik ərazini deyə bilərik ki, -27 metr. Buradan da Alp dağları 1 rəqəmi ilə göstərilmişdir. Xəzər sahili ovalıq. Bu isə -27 metr Avropanın ən çökək yeri hesab edilir. Asiya qitəsinin xəritə sıxımına əsasən tapşırıqları yerinə yetir. Asiyanın relief formalarını cədvəldə verilmiş xüsusiyyətlərinə görə qruplaşdır. Cavan dağlara Himalay dağlarını yaza bilərik. Asiyada olan əsas cavan dağlara Himalay dağları, həmçinin bundan əlavə, yəni Himalay dağlarından əlavə Pamir dağları cavan dağlar qrupuna aiddir. Qədim dağlarına, Asiyada olan qədim dağlara biz yaza bilərik. Böyük Xinqan dağları, Böyük Xinqan dağlarını qədim dağlar qrupuna yaza bilərik. Yenidən törənmiş dağlar Tian Shan, Altay və Sayan dağlarıdır. Tian Shan, Altay, Sayan dağları yenidən törənmiş dağlara. Düzənlikləri akkumulyasiya, Böyük Çin düzənliyi, Böyük Çin. Daha sonra Qərbi Sibir ovalığı, Turan ovalığı. Denudasiya isə Orta Sibir yaylası, həmçinin İran yaylası. Bundan əlavə biz burada qeyd edə bilərik Tibet yaylasını. Cədvəldə yazdığın relief formaları adlarını xəritə sıxım üzərindən qeyd edək. Gəlin bir-bir qeyd edək. Deməli, 1 Himalay dağlarıdır. 2 Pamir dağları. Daha sonra qədim dağlara, burada qeyd elədiyimiz qədim dağlara biz 3'ü qeyd edə bilərik. Böyük Xinqan dağlarını. Tam da 3 yox, yəni bu hissədə əslində
qeyd etmək olar. 3. Sonra yenidən fəallaşan dağlar Tian-Şan, Altay, Sayandır. Tian-Şan, Altay və Sayan dağları yenidən fəallaşan dağlardır. Akkumulyasiya düzənliklərinə Böyük Çin düzənliyi, Qərbi Sibir ovalığı, Turan ovalığı və Qərbi Sibir ovalığını göstərə bilərik. Yəni Qərbi Sibir, Turan və Böyük Çin. Yaylalara isə Orta Sibir yaylasını, Sibir yaylası və həmçinin Tibet yaylasını göstərə bilərik. Bunlar əsas hündür yaylalar hesab edilir. Asiyanın mütləq hündürlüyünə görə ən hündür və ən alçaq məntəqələrini müəyyənləşdirib xəritə sıxım üzərində qeyd et. Ən hündür Himalay dağları. Himalay dağlarında Chomolungma və yaxud Everesti 8848, yəni 49 metrdə götürülür. Ən alçaq nöqtə isə, yəni Avrasiyada, belə deyək, Asiya qitəsində quru üzərində ən alçaq nöqtə, yəni ən alçaq çökəklik Ölü dəniz götürülür. Ölü dəniz -405 metr, -407 metrdə götürülür. Yəni onlara əgər qeyd eləsək, Ölü dəniz qara ilə qeyd ediləcək. Ölü dəniz buradadır. İsrail-Yordaniya sərhədində, Himalay dağları da 1 rəqəmindədir. Yəni bunlar ən hündür və ən alçaq nöqtələrdir. Daha sonra 3-cü tapşırıqda Şimali Amerika qitəsinin xəritə sıxımından tapşırıqları yerinə yetir. Şimali Amerikada olan cavan dağ silsilələrinə Kordilyer dağlarının sahil silsiləsini yaza bilərik. Cavan dağlar, yəni Kordilyer dağları. Qədim dağlara isə Appalaç dağını qeyd edə bilərik. Yəni burada olan qədim dağlara Appalaç dağı. Akkumulyasiya düzənliyinə Mississippi ovalığını qeyd eləmək olar. Mississippi ovalığı. Denudasiya isə burada böyük düzənliklər, həmçinin Yukon yaylası, Meksika yaylası, bunları qeyd etmək olar. Cədvəldə yazdığın relif formalarının adlarını xəritə sıxım üzərində qeyd et. Gəlin qeyd eləyək. Deməli, ilk olaraq Kordilyer dağları sahil silsiləsini göstərək. 1. Daha sonra Appalaç dağları, qədim dağdır 2. Daha sonra Mississippi ovalığı 3. Böyük düzənliklər 4 yayladır. Yukon yaylası 5. Meksika yaylası da 6 rəqəmi ilə göstərilmişdir. Ən hündür nöqtəsi, Şimali Amerikanın ən hündür nöqtəsi Kordilyer dağlarında McKinley zirvəsidir. McKinley zirvəsində hündürlüyü 6194 metrdir. Ona görə ən hündür dağ Kordilyer 6194 McKinley. Ən alçaq nöqtəsi isə Ölüm dərəsidir. Ölüm dərəsində hündürlüyü -86 metrdir. Hər ikisi ABŞ-ın ərazisində yerləşir, yəni ölkə olaraq. Deməli, burada McKinley 1 rəqəm yazdığım yerdə, Ölüm dərəsi isə 2 rəqəm yazdığım yerdədir.